Mən yadıma gəlir bir dəfə biz bir çıxış eləməli idim. Biz silsiləvari çıxışım var idi. Onun biri çox çətin mövzu idi. Çox çətin idi. Elə əvvəldən deyirdim, ay Allah, necə danışacağam. Həm fəlsəfi idi, həm irfan var idi bir tərəfi, həm kəlam, teologiya. Ən çətin tərəfi də qəliz tərəfi də bu idi ki, cəmaata çatdırmağım idi. Necə çatdıracağam? Elə dərd götürmüşdü mənə. Xülasə axır gəldi, o gün çatdı, vədə yetişdi. Mən gəldim, kameralar qoyuldu. Mən çıxışa başladım. Hər qutardım. Qutardım və həmd elədim, amma həmd eləyəndə gördüm ki, orada o, nə bilim, rejissor kameramana baxır, kameraman operatora baxır, hərə bir-birinə baxır. Nəsə demək istəyirlər, amma demirlər. İstədim, nəsə yaxşı getmirdim. Dilindən nədirsə daha qoy bileyim. Onsuz da nəsə olub bilirəm, amma deyir görüm nə olub. Qayıtla ki, reki basmamışıq. Reki basmamışıq. Etsən də, yəni o boyda danışdığın, bir dənə o basmamısan, təzdən danışmalısın. Mən orada bir zehnimə bir şey gəlmişdi, çox belə təsirləmişdi mənə ki, doğrudan da ixlas rekdir də. Nə qədər iş görsən gör, o ixlas olmayandan sonra yoxdur, burada bir şey çəkilməyib. Açırlar kameranı, valla yoxdur burada. Necə mən o işi görmüşüm, yoxdur. Kim üçün göstərmişsə, onlar görüb də. Bizə bir şey göstərməmsən ki, biz saxlayaq onu. Bu sənin gördüyün iş ərşin marağında olmayıb. Mələklərin marağında olmayıb. Reki basmamısan. Nəsə verirsən. 40 ildir o reki basmamısan, öldürürsən özünü. O biri deyir də 20 il namazımı deyir, təzələdim 25 il namazımı o deyir. Həmişə gəlin birinci zərgədə dururmuş, bir dəfə də gələndə gəldi gördü, biri orada durub dilxor olmuşdu da. Bu orada durub, mən yoxam. Mən orada durmaq istəyirəm. Sonra birdən ayıldı ki, mən ora can atırmışam, orada durmaq üçün namaz qılırmışam, orada belə böyütü söhbəti təzələn gəlib 20 ilini inmişdi, təzələnmişdi deyir. İxlas çox mühümdür. O ilahi rəng çox mühümdür. O biraz olsa az da çoxdur. O olmasa çox da azdır. Məsələ budur.